Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün yenə də sizinlə mən Anar Rəşidov görüşürəm. Bugün biz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu informatika fənnindən 20-li test toplusuna, sınaq test toplusuna baxacağıq daha doğrusu. Sınaq nömrə 9 qeyd edim ki, bu mövzu sınaqdır və hər kəsin ən yaralı yeri olan proqramlaşdırma mövzusunu əhatə edir. Deməli belə, sual nömrə 1, proqramın nəticəsini müəyyən edin. Burada bir funksiya var. Funksiyanın bitmə yerini ayırıram. Gördüyümüz kimi bu funksiya daxili proses, yəni F1-dən başlayır. F-in ilkin qiyməti 1, i-nin ilkin qiyməti 1-dən 1 və n-ə kimi n də daxil. Niyə n də daxil deyirik? N plus 1 var burada ona görə. Hər birini ə, iləri f-ə vurur. Birdən n-ə kimi ədədlərin hasilidir. Yəni bu da faktorialdır. F funksiyasını çağırıb içinə 5 göndərəndə n-in yerinə 5 gedib düşür. Bu o deməkdir ki 5 faktorial. 5 faktorial da bildiyimiz kimi 120 edir. Cavab D variantı doğru cavabdır. Davam edək. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Bunu ayırdıq. Deməli belə, for in range 1-dən 8-ə kimi, yəni 1 üçün, 2 üçün, 4 üçün, 3 üçün, 4 üçün, 5 üçün, 6 üçün, 7 üçün. Yəni 1-dən 7-yə kimi, 7 də daxil 8-ə almamaqla f funksiyasının içərisinə göndərəcək. Bu funksiya rekursiv funksiyadır və Fibonacci ədədlərini təyinləyən funksiyadır. Hardan bilirik? Hər yeni həddi özündən əvvəlki iki həddin cəmi ilə cəmləndiyindən, yəni bu sualda vaxt itirməməkdən ötürü ilk 7 Fibonacci ədədini yazıb cəmləyəcəm. Deməli, birinci Fibonacci ədədi 1. Gördüyümüz kimi n 3-dən kiçik olanda da bizə 1 verir. 1, 1, 2, 3, 5, 8, 13. Gördüyümüz kimi, yəni 1 ilə 1-in cəmi 2, 1 ilə 2-nin cəmi 3, 2 ilə 3-ün cəmi 5, 5 ilə 3-ün cəmi 8, 8 ilə 5-in cəmi isə 13 qiyməti alır. 2, 4, 7, 12, 20, 33 edir bu cəmdə. Çünki cəmi 2 qiyməti 0. Hər dəfə bu qiymətləri cəmə əlavə edirik. Bir ikinci sual cavab B variantı. Ayrıq bunu yenə də funksiyadır. Bu mövzu sınavında əsas belə də yanaşma funksiyalarla bağlıdır. Nədir diqqət edək. Bu bizim abituriyentlər buna daha yaxşı bilər. Nədir? Bu funksiya burada bitir. Bu simvollar, rəqəm simvolları deyəcəm buna 16-lıq say sisteminin nə kimi olan say sistemlərinin ola biləcək rəqəmləri. Belə bir qayda var. Onluq say sistemindəki ixtiyari qayda ixtiyari mövqili say sistemində həmin say sistemin əsasına görə doğrudur. Və alınan qalığa uyğun simvolu seçmək bu onluq say sistemindən hər hansısa bir say sisteminə keçirtmək üçün olandır. Və A görürük ki olur 255, B isə 2. Bu demək B say sisteminin əsasıdır. B say sisteminin əsasıdır. Yəni 255 dəyərini ikili say sistemində ifadə etmək lazım olur. Bu da 8 dənə 1-dir. Çünki 255 208 çıxısının bir şərtini ödədiyindən bu cavab almış oluruq. Deməli, üçüncü sualda B variantı doğru cavabdır. Qeyd edim ki, bu B 16-ya kimi 16 da daxil ola bilərdi. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Yenə bir funksiyalara ayırırıq burada. Sonra gəldik, proqram buradan başlayır icra olunmağa, daha doğrusu daxili mötərizədən. Diqqət edək. Deyir ki, riyaziyyata görə belə bir qayda var. Ən daxildəki mötərizə birinci icra olunur. Ona görə bax, daxili mötərizə ifadəsi işlətdim. F1-in içinə 3, 2, 2 gedəndə. Bu şərt ödəyirmi? F1-in içinə getdi 3, 2, 2. 7 ondan böyüdümü? Xeyr. O zaman gəlir bunu geri qaytarır. Bu da bizə 3 vurulsun 2 plus 2-ni geri qaytaracaq. Bu da bizə 8 verəcək. Yəni bunun yerində 8 dayanıb. 3-dən 8 F2 funksiyasının içinə gedəcək. Çünki 3 və 8.
3 bərabərdirmi 8-ə? Xeyr, geriyə qaytaracaq. 8 vurulsun 2, bu da 16 edəcək ki, dördüncü sualda da cavab A variantı doğru cavab olacaq. Unutmayın, bu xəttləri çəkmək çox önəmlidir. İxtiyari inventar adı üçün Python dilində tərtib olunmuş proqramın təyinatı nədir? S0K1 deməli, belə deyək, bu nədir? Diqqət etsək, aşağı rəsmdə görsənir. Yenə də nəyə görə? Baxın, bu hissəni bir ayırdım. Bu hissəni bir ayırdım. İkilik say sistemində təsvirdir. Ə, baxaq, yəni B-dir, cavab 5-dir, amma niyə? Deməli, bu yaşılladığım hissələr ki var, yenə də bu cümlə deyirəm. Onluq say sistemindəki ixtiyari qayda, ixtiyari mövqeli say sistemində həmin say sisteminin əsas götürüləri doğrudur. Yəni, buradan 2-nin yerinə onlar olsaydı, onluq say sistemində təsvir üçün olacaqdı. Bu isə ikilik say sisteminin uyğun rəqəmləridir. Və düzdür, int tipində saxlanılır dəyər. Real həyatda sətir tipində saxlamaq daha məqsədə uyğundur. Ə, İkilik say sisteminin təsvirini. Deməli, nə edir? Rəqəmi sadəcə hər dəfə ə, rəqəmi hər dəfə diqqətləsək, ə, növbəti mərtəbəyə daşımaqdan ötürü bu prosesi icra edir. Bu prosesi icra edir. Yerinə yazıb yoxlaya da bilərsiniz. Dərin vaxt itirmirik. Buradan yenə də Python-da tapılmış proqram nəticəsini müəyyən edin. Ayırdım. For range 0, ln -1. Əgər növbəti element indiki elementdən kiçik olarsa, onların yerini dəyişdir. Bu zaman nə olacaq? Gəlin baxaq. Bu funksiya burada çağırılır, içinə bu göndərilir, bu siyahı gəlir və siyahı üçün. Niyə burada -1 yazılıb? Burada +1 olduğuna görə. Yoxsa sonuncu element və sonuncudan sonraki element anlayışı olacaq. Bu da index out of range errordur. Bunu necədir? Nə erroru verərdi? Misalcı belə bir şey. Tutaq ki, deyirəm 3, 4, 5. Atıram, print. Əgər 53 versəm, bu error olacaq. Index out of range error. List index out of range error. Gördüyünüz kimi bu errorla qarşılaşmamaq üçün həmin işləm burada -1 addım dala çəkilir. Nəysə, baxaq. 2 indiki sonrakından böyüdürsə, 2 birdən böyüdürmü? Bəli. O zaman nə edəcək? 1 ilə 2-nin yerini dəyişdirəcək. Okey. Sonra bu 2'yi görəcək yenə. 2 4-dən böyüdürmü? Xeyr. Olduğu kimi qalacaq. Sonra 4 5-dən böyüdürmü? Xeyr. Olduğu kimi qalacaq. 4. 5 3-dən böyükdürmü? Bəli, ona görə onların yerini swap eləyəcək. 1 2 1 2 4 3 5 cavabını almış olacaq. Buna görə də Y variantı doğru. Sual olunur ki, niyə 4-dən 3-ü yerini dəyişdirmədi? Çünki 4-lə 3-ü eyni vaxtda yanaşı görmədi. Artıq yanaşı qoyandan sonra isə oradan keçmişdi deyə. 7-ci sual Python-da tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Yenə bunu ayırdıq. Çünki funksiyanın gördüyü iş yuxarıdadır. Yuxarı nə edir? Deyir ki, uzunluğu 2-dən böyükdürsə 2'ye vur. Satir tipinə çevir. Qoy yerinə. Okey. Uzunluğu 2'dən böyük deyilsə 2 dənə yan qoy. Deməli, split bunları boşluğa görə doğrayacaq. Okey. Yəni belə bir siyah 1 5 1 2 3 7 və 1 0 0 elementlərindən ibarət siyah olacaq. Fn funksiyasının içərisinə göndərəcək. Fn funksiyası da nə edəcək? 1 5-in uzunluğu 2-dən böyük deyil deyə 1 5-in yerinə gətirib qoyacaq 1 5 1 5. Bu belə. 1 2 3-ün uzunluğu 2-dən böyükdür deyə həmin 1 2 3-ü ədəd tipinə çevirəcək. Yəni olacaq 123. Vuracaq 2-yə. Yəni olacaq 246. Sonra çevirəcək sətir tipinə. Olacaq 2 4 6 qoyacaq bunun böyrünə. Yəni siyahı da qoyacaq bunun böyrünə. Daha sonra 7 yenə
7'nin uzunluğu 2'dən böyük deyil deyə bu əməliyyatla dəyişdirəcək onu. 7'dən 2 dənəsini yanbayan qoyub. Çünki burada x sətir tipindədir. Bu nə olur? X-dən 2 dənə. Burada isə int x-dir. Yəni x-dən alınan ədədi 2-yə vur. Bu anlayışı verir. Sonra 1, 0, 0 isə nə olacaq? Bu şərti ödəyəcək deyə onu ədəd tipinə çevirib 2-yə vurub yerinə qoyacaq. Yenidən olacaq 2, 0, 0. Bəs niyə sətir tipində edir bunu? Çünki sonradan join prosesi icra edəcək. Join bitişdirmədir. Sətir tipləri içindir. Deməli, baxaq bir dənə. Deməli, nədə? 1, 5 ilə başlayırıq. 1, 5, 1, 5. Okey. Sonra 2, 4, 6. Okey. 7, 7. Okey. 2, 0, 0. Okey. Cavab C variantı doğru olacaq. 7-ci sualda C doğru cavabdır. 8-ci sual. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Yenə ayrı funksiyanı. Deyir ki, for x-in ls s0'da ls s-ə mənimsət s plus fx. Okey. Deməli, x ls-in içindəkiləri bir-bir oxuyan bir şeydir. Yəni, bir dəfə 234, bir dəfə 12, bir dəfə 567, bir dəfə 8, bir dəfə 234 olacaq. Gəlin gedək görək, bəs bu funksiya nə iş görür? Funksiya bunun içinə gələn ədədi sətir tipinə çevirərək i dəyişəni ilə onun elementləri üzərində gəzir. Belə kobud dillə desək, ədədin rəqəmlərini dəndən görür i, rəqəm simvollarını. I simvoldur, int i həmin rəqəm simvolundan ədədə keçid edir və cəmləyir elə geriyə cavab qaytarır. Deməli, bir dəfə fx üçün bu 234 bizə verəcək 9, 12 bizə verəcək 3, 567 bizə verəcək 18, 8 bizə verəcək 8, 234 isə yenə verəcək 9. Hər dəfə də fx-dan gələn qiyməti cəmə əlavə edəcək. Deməli, 9 plus 3 plus 18 plus 8 plus 9 qiymətlərini alırıq. Bu da 30, 38, 47 cavabı. Yəni 8-ci sualda cavab D doğru cavabdır. Aha. Deməli, def fn belə bir funksiya var. Hica düzdür, düzdür, okey. Deməli, bunu düzgün təyinləməkdən ötürü birinci analiz, sürətli analiz eləyə bilmiriksə, i1-dən n-ə kimi, n də daxil, yəni birinci belə cəhdləyək, yəqin yuxarı, sonradan cədvəl tətbiq eləyərik. Baxın, i burada ədəddir, bu isə simvoldur. Yəni, i1 olanda bir dənə 1. Yəni, burada çəkək, i1 olanda bir dənə 1. i2 olanda 2 dənə 2 simvolu. i3 olanda 3 dənə 3 simvolu. i4 olanda 4 dənə 4 simvolu. Axırıncı dəfə 5 ilə girəcək içəri. Olacaq 5 dənə 5 simvolu. Bu da cavab 9-cu sualda Y variantı doğru olacaq. Davam edə bilərik. Bunu dediyim kimi analiz elə bilməyənlər cədvəl çəkə bilərlər. 10-cu sual. Pythonda tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Edək. Deməli, burada Evclid alqoritmi görürəm. Evclid. Evclid alqoritmi görürəm. Baba dedi burada. Bu proses necə adlanır? A, B-dən fərqli olduğu müddətcə böyük balaca qədər azalt. Və 16 ilə 24-ün hasili olacaq bu. Bu isə əbob olacaq. Evclid alqoritmi əbobdur. Hasili əboba böləndə alınan hasili əboba böləndə alınan bir şey isə əkob. Yəni bu e dəyişənində əkob dayanmış olacaq. A isə əbobudur. Əkob plus əbob. Niyə bu matematik bunun belə yazılıb? Nöqtələr sıfır alınmasıdır. Yəni float type-a çevirməsin. Onsuz bölünür və bölür. Burada bir sıxıntı yoxdur. Harada qaldıq? 16 ilə 24-ə əkob 48-dir. Əbob isə 8-dir. 48 plus 8-in cəmi 56 eləyəcək. Cavab D variantı. 56-cı sual. 10-cu sual. Cavab D. Aralarında bir boşluq simvolu olmalı sözlərdən ibarət İngilis əlifbası simvollarından ibarət S mətni üçün alt proqram nəyi geri qaytarır? Okay. Nəyi tapır, geri qaytarır? Nəysə, baxaq. Bu maraqlı sualdır.
Bu maraqlı sualdır. Diqqət edək. Deməli belə, deməli belə. Biz geriyə qaytaraq M-i. M nədir bəs? M, M deməli. M hələlik nədir? İlk boşluğun rastlaşdığı yer. Maraqlıdır. S-də nəyi saxlayıb bəs? S-də də saxlayıb n plus 1-dən o tərəfə olan bütün sətri. Yəni ilk sözdən bu tərəfdə olan sətri, ilk söz isə bu tərəfdə qaldı. Foreign S. Yəni bu tərəfdəkilərə bir-bir gedib baxacam simvollara. Əgər boşluq simvolundan fərqlidirsə, seni bir vayda artıracam. Okey. Qeyd edim ki, bu M nəyi verir? Sözdə misal üçün, baxın bir dənə. Sıfır və harda deyək, burada tək sözündə. Bax, bu belə bir sətri gözümüzün qabağına getirir. 0, 1, 2, 3. Bunu find verəndə ilk sözün uzunluğu ilə elə uyğunluq təşkil edir. Yəni bu, belə deyək, ilk sözün uzunluğu olur. İlk sözün uzunluğu qiyməti olur. Daha doğrusu ilk sözün uzunluğu ilə bərabər qiymətə sahib olur. Deyir ki, boşluqdan fərqli simvol görsəm seni bir vayda atıram. Yəni boşluq olmayan simvolları sayıram. Sayır gedib misal üçün sayır. Aha, deyir əks halda əgər hər dəfə sayanda əgər əvvəlki M nə idi? Əvvəlki M nə idi? M sözün uzunluğu idi. Düzdürmü? İlk sözün uzunluğu. Əgər ilk sözün uzunluğundan daha kiçiklə rastlaşsaq, deməli belə ilk sözün uzunluğundan daha kiçiklə rastlaşsaq, burada bir cüzi sıxıntı kimi görürəm. İlk sözün uzunluğundan daha kiçiklə rastlaşsaq, həmin onu götür ki, bu hallar baş verəcək zaten bizə. Burada biraz sıxıntı var. Burada biraz sıxıntı var. Gəlin deyəcəm nəyi gözüm sataşdı. Bəlkə də mən səhv düşünürəm. Diqqət edək bir dənə burada. Deməli, def, if, is, mənimsət, s.find, s.find nədir bu? S.find, aha, ilk boşluq simvolunun yeri. Daha sonra isə S-ə mənimsət, S, n plus 1 qoşan nöqtə, yəni n plus 1-dən tərəfə, C-yə mənimsət 0, okay, for E in S, if, E, okay, boşluqdan fərqli seçəyini bir vaid artır, okay, İkinci simvol boşluqdan fərqlidirsə bir vaid artırdıq. Əgər C M-dən kiçikdirsə, M-ə mənimsət C, else C-yə mənimsət 0 və return funksiyanın normal girintisində M. Gəlin bunu icra edək. Zaten heç nə görməyəcək. Print F bir sətr yazaq. Misal üçün, anar, salam, necəsən. Görək bu bizə nə verir? Qorxduğumuz olmasın. Oldu. Çünki bu, yəqin ki, burada redaktə xəttası gedib. Bu böyük olsaydı, bunda sıxıntı yox idi. Bu ən uzun sözü verəcəkdi bizə. Ən if C böyüksə M-dən, M-ə mənimsə C-ni daha böyük. Elə belə, burada biraz gördüyümüz kimi sıxıntılarla qarşılaşdıq. Bəli, əksi halda. Aha, yox. Bunun yerini səhv yazmışıq. Biz diqqət etmirik. Heç bunu qaytaraq arda. Görək. Aha, gördüyümüz kimi burada 1-dir. İndi bu həm uzunluqla bağlıdır 100%. Gördüyümüz kimi 7 verdi. Ana salam necəsəni. Burada yəni cüzi bir sıxıntı var. Burada yəni bu ən kiçiyinin uzunluğuna nizamlanmış
alqoritmdir. Yəni yəqin ki, cavab budur. Cavablarda çıxar. Amma dediyim kimi bu belə bunun əvəzinə bu işarə olmalı idi. Ə, və cavab A variantı olmalı idi. Çünki hər bir sözdür bir dənə şey çıxardır. Boşluq simvolların sayı deyil. Xeyr, çünki saydığı boşluq olmayan simvolların sayıdır. Sözlərin sayı deyil. Xeyr. Ə, ən uzun, ən qısa sözün uzunluğu və yaxud ən uzun sözün uzunluğu ola bilərdi. Bu da bu işarəyə görə dəyişir. Bu daha balacasını görəndə balacasını götür anlayışıdır. Sadəcə bunu hər elə bir ki, növbəti sözdə bir dənə simvol görən kimi ceyn eləyəcək bir, avtomatik olaraq bu həmişə bizə bir cavabı vermiş olacaq. Ona görə deyil. Dediyim kimi burada A variantını mən o halda seçərdim. Bu belə olsaydı. B variantı içinsə bu şərt, daha doğrusu D variantı içinsə bu şərt olardı. Deməli, haçan bu gələrdi bura, bu gələrdi bura. Ə, belə olan halda olardı və axırına da bir dənə bunun hani hmm, bura. Bunun da axırına bir dənə boşluq simvolu atardım ki, ESC istənilən halda girsin. Bunun da axırına bir dənə boşluq simvolu atsaydıq əgər, yəni bitişdirsəydik, o zaman D cavab variantı da ola bilərdi. İstəyənlər təhlil edə bilərlər. Deməli, ixtiyari en natural ədədi üçün proqram nəyi hesablayır? Deməli, diqqət edək bu sual maraqlı sualdır. Ayırdım buradan. Çünki funksiyanın bitdiyi yerdə. Gördüyümüz kimi P1, I1, X kimi X-a daxil. Bu faktorialdır. Aşkar görsənir faktorial. Sonra birdən enə kimi en də daxil olmaqla hər dəfə uyğun faktorialı tapıb cəmin üzərinə əlavə edib cəmin ilkin qiyməti sıfırdır. Sonra da qiyməti qaldırır. Yəni əvvəlcə qaldırıb şey eləmir. Diqqətlə. Onda birdən enə kimi ədədlərin faktorialların cəmi olacaq ki, bu da 12-ci sual C variantı doğru cavab olacaq. 13-cü sual alt proqrama parametr kimi ötürsə alt proqram neçə dəfə 4 rəqəmini geri qaytarar? Okey, görə buna bax 4 rəqəmini geri qaytara bilir. Deyir ki, m mənimsət 0 ədədin rəqəmi olduğu müddətcə ədədin cari son mərtəbədəki ilk mərtəbə, yəni təklik mərtəbəsindəki rəqəmi m-dən böyükdürsə, m mənimsət infa. Yəni daha böyük, daha böyük. Okey. Aa, daha böyüyü neydir? Götürür və o rəqəmdən ümumiyyətlə can qurtarır. Ən böyük rəqəmi 4 olan. Bir buradadır, bir buradadır, bir də buradadır. 3 dənə olur. Cavab 13-cü sualda D variantı doğru cavab. Tək və cüt rəqəmlərdən ibarət ixtiyari en natural ədəd üçün alt proqram nəyi geri qaytarır? Yəni, baxaq. Deməli, neylərin isə sayıdır. C-ni geri qaytarır. Biz görürük. Bir dənə ədəd götürən nə deyir? Nə qədər ki, ədəd təkdir. Ədəd təkdirsə sonuncu rəqəmi təkdir. Deməli, ədəd cütlə rastlaşanda, sağdan baxanda, cütlə rastlaşanda dayanır. Belə çıxır ki, sonuncu cüt rəqəmdən sonrakı təklərin sonuncu cüt rəqəmdən sonrakı təklərin nə idi? Cel bir-bir artan bir şeydir deyə sayı olur. 14-cü sualda B variantı doğru cavab olur. Nə qədər ki, ədəd təkdir, deməli, ədədin sonuncu rəqəmi təkdir də. Yəni, o mənada. Yəni, təklərin sayır. Hansı təklərin cüt görənə kimi. Amma baxmağa soldan yox, sağdan başladığına görə bu səbəbdən dolayı belə. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Okey. Bu nədir? Yəni bunu çaşmamağımız üçün yenə ayırdıq. Yenə bunun girincisi okeydir, problem yoxdur. For i in s. Okey, bir i dəyişənimiz var hər dəfə, bir dəfə də r dəyişəni. I olur d, deməli bu n gedir f-in içinə. Burada bir də mötərizənin biri çatışmır. Okey. Mötərizənin biri çatışmır və nə?
Nə deyəcəkdik? Hı -hı. Mötərizə. Heç sən D, I, M sətri gedir N-ın içinə getdi. N-ın içinə getdi. Hani bu. Ə, N-ın içinə o da F funksiyasında qəbullədi. I oldu D, R-N boş sətri idi hələlik. Başlıqda heç nə sətri idi. Deməli, nə etdi? Sağına soluna 2-dən D. Sonra oldu I, D. Daha sonra nə edir? Bunun soluna ve sağına yapıştırır. Yani böyle bir struktur alınır. Daha sonra ise olur mı? Yine de soluna sağına olur mittim. Mittim ifadesi olur. Mittim ifadesi de 15. sualda C variantındadır. Python dilində tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Okay. 1, 2, 1, 4, 3 getdi bura. 2, 1, 4, 3. A D'den böyükdürmü? Xeyr. Buna yox dedi deyə. AND-dir və eyni zamanda bir tərəfi false oldu deyə bura girmirəm. If, elif, else strukturudur. Yəni bir operatordur. Bunu vurğulayaq. Yəni biri ödəsə, o birisi ödəmir. Elif A böyükdürsə C-dən. Okey, bu yanlış. Or və yaxud da B böyükdürsə D-dən. B ilə D-dən böyük olmadığına görə hər ikisi orada ikisindən biri doğru olsa, ən azı biri doğru olsa bəsləyir deyə. Burada girmədi. D onda gəlir əks haldıya, else-yə. D bizdə 3-dür. D bizdə 3-dür. B bizdə 1-dir. C bizdə 4-dür. A da bizdə neçədir? 2. Deməli 3 plus 4 çıxılsın 2. Bu da 5 cavabını verir. Yəni 16-cı sualda cavab B variantı doğru olar. Funksiyanın geri qaytardığı qiyməti dəyəri hansı ifadə ilə müəyyən etmək olar? Px-də 1-dən n-ə kimi gedir. Yəni n də daxil. P başlıqda x-dır. Okey, maraqlı sualdır. Okey. Deməli, S başlıqda 0-dır. Birinci dəfə girdi Px-dır. Belə bir şey edə bilərik, maraqlı olsun. P, deməli, belə eləmək də. Birinci S dəyişəni dəyişir. S və P, çünki S 0 idi, P də X-dir. S-in üstünə gəldi P, düzdürmü? Onun nə S, X. Daha sonra P nə oldu? X kvadratı. Sonra bunun üstüne X plus X kvadratı oldu X kubu. Ən axırıncı dəfə isə gələcək üstünə, belə deyək, X kvadratı. Axırıncı dəfə X üstü N gələcək. P də olacaq X üstü N plus 1 P. Amma axırıncı dəfə üstünə X üstü N gələcək. Belə bir cavab 17-ci sualda B variantında var. Devam edək. 18-ci sual. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Yenə bunu, aha. Burada return sürüşür. Görsənir, girintiyə getməli idi burada. Çünki return funksiyanın ilk sətirində ən solda ola biləcəyi yer funksiyanın içindəki ilk girintinlə birdir. O girintidən solda ola bilməz. Baxaq görək nədir. For in x, i-yə mənimsət, i lower. Yəni, aha, i həmin i-nin içində a simvollarının, balaca simvollar m-dən böyüksə i-yə mənimsət, i count a. Deməli nədir? Bunun içinə gələn bir şeyin içində A simvollarını sayır və lower edib deyə burada əslində böyüyü də sayır. Yəni böyükləri balaca edib sayır deyə ona görə böyükləri də balacaları da sayır. İndi bizə nə deyir? Deyir ki, bu A, Z sözü bitişəcək boşluqla A dəyişəninə, o da bitişəcək of Z, yəni burada boşluqlar var, sonra B. Deyir ki, sonra bunları boşluğa görə doğrayacağım. Boşluğa görə doğrayanda nə baş verəcək burada? Deməli, buradan bir dənə, buradan bir dənə, sonra A-nın içində bura boşluğa görə splitləyir gördüyümüz kimi. Sonra centerdən sonra burada boşluq olacaq. Ona görə burada, sonra oxdan sonra boşluq, Z-dən sonra boşluq.
Sonra Republic'dən sonra boşluq, sonra of-dan sonra boşluq. Yəni boşluqların ardıcıl nömrələsəm, bir itişmə ardıcılına buna bir deyərəm. Yəqin ki, birinci boşluqla rastlaşdıq. Sonra buna 2 deyərəm, buna 3 deyərəm, buna 4 deyərəm. Yəni elə o 4 bu 4'tür. Daha doğrusu bu belə eləyək, gəlin belə eləyək də. Budur, bu 4'tür. Sonra beşinci boşluq, altıncı boşluq. Daha sonra Z'dən sonra Republic'dir. Yeddinci boşluq, səkkizinci boşluq simvolu. Ayrı-ayrı hissələrində deməli, nədir? En başlıqda sıfırdır. S getdi bunun içində, yəni bir siyahı getdi. Daha böyüyün görəndə götürür. Daha böyüyü nədir bəs? Hansısa sözdə A simvolunun sayı daha çox olsa, balaca böyük fərqi yoxdur. Bax buna görə balaca böyük artıq fərqi yoxdur. State sözündə gəlin rəngi dəyişə daha yaxşı naziləyək. State sözündə bir dənədir. State sözündə bir dənədir. Examination ifadəsində iki dənədir. Centerdə sıfır dənədir. E, Republicdə yoxdur. Ümumiyyətlə ayırdım da görsüz ardıcıllıqla getmədim. Prosta Republicdə yoxdur. Ovda yoxdur. Azərbaycan. Burada 3 dənə də hələlik ən böyüyümüz bu olacaq. Z ifadəsində isə yoxdur. A dəyişən ehtiyac yoxdur. Ofda yoxdur. Of, Z'də yoxdur. Okey, B-ni gətirib saymışıq zaten. B-nin içindəki Azərbaycan ifadəsində 3 dənədir deyə 18-ci sualda A variantı doğru cavab olacaq. 19-cu sual yenə bir funksiya gördük. Bunu ayırdıq. Nə deyir? Deyir ki, def efficacy air foreign range xi böyük bərabərsə A simvolundan və eyni zamanda xi kiçik bərabərdirsə z simvolundan str i-yə min bitişdir ona. Deməli, nədir? Böyük hərf simvollarının indekslərini yığır. Bu şərt həmin ifadədə ingilis əlifbasındakı bu hərf simvollarını ifadə edir. Buna görə də biz diqqətləsək str i burada indeksidir. Lenex'a kimi gedir, axıra kimi. Ona görə nömrələyəcəm. Yaxınlaşdırım deyə nömrəliyim. 0, 1, 2, 3, 4, bura oldu 5. Bura 3 idi, bura 4 idi. Bura oldu 6 boşluq işarəsi. Bura oldu 7. Okey. 7, 8, 9, 10, 11, 12 və 13. Düz saydıq mı? Okey. Deməli, böyüklər hansılardır? Bir budur 0. Sonra little'da little, l, little, little'da E hərfi böyüdü. 5. Sonra burada J hərfi böyüdü. 7. Journey sözündə də 13. Bunları sətir tipinə çevirir və bitişdirmə əməliyyatına salır. Buna görə də cavab B variantı doğru cavab olacaq. Keçdik bura. Deyir ki, ədədlərin hər biri parametr kimi türəsə, funksiya neçə dəfə bir qiyməti qaytarır. Okey, baxa görə funksiyana bax bir qaytarır. Funksiyanın bir qaytarmağından ötürü el bir qalmalıdır. Yəni el çevrilib 0 olmamalıdır. El çevrilib 0 olmamalıdır. Nə qədər ki ədədin rəqəmi var. Hı -hı. Ədədin cari vəziyyətdə sonuncu rəqəmini SR ilə müqayisə edir. SR nədir bəs? Ədədin ilk vəziyyətindəki sonuncu rəqəmi. Deməli, deyir ki, haçansa rəqəmlərindən hansısa, bunu da atır ki, təkrar özü-özündən yoxlayıb yormasın. Boşuna bir dəfə şərt artıq etməsin. Onda deməli deyir ki, rəqəm, cari rəqəm, okey, cari rəqəm, diqqətli olaq, əgər ki, cari rəqəm, son rəqəmdən fərqli olarsa eli sıfırlayır. Deməli, o vaxt eli sıfırlayır ki, fərqli rəqəm görəndə. Deməli, el o vaxt bir qalar ki, fərqli rəqəm olmayanda, bütün rəqəmlər eyni olanda, bunda da deməli, ə, gəlir bu olur, bir dənə, bütün rəqəmləri eyni olan, bu da bir dəfə olur. Yəni, 20-ci sualda cavab B variantı olur. 21-ci ixtiyari natural adresi funksiya nəyə geri qaytarır? Gəlin baxaq.
Ədədin yarısını götürdü. S-ə mənimsətdi n. Okey. Birdən yarısına kimi yarısı da daxil. Okey. Birdən n-ə kimi yarısı da daxil. Yarısı deyəndə yarısının natamam qisməti deyək, daha doğrusu. Bir göndərsək nə olur? Bu 0, 0, 1, 1-i almır. Okey, bir özü qalır. Aha, niyə belə ədədin bölənlərinin cəmidir bu? Baxaq bir dənə. Bölənləri cəmidir, bəli. İndi niyə deyəcəm? Çünki ixtiyarı bir ədəd götürsək, misal üçün 20. 1-dən 20-yə kimi. Ortada bir dənə 10 var. 10. Təkdə də belə yoxlaya bilərsiniz. 10-dan 20-yə kimi ədədin böləni yoxdur bu intervalda. Bir dənə 20-nin özüdür. Ona görə də baxın, bu budur. Qalanlarına isə for ilə baxır. Hansı bölürsə qoyur ora. Belə. 22-ci sual. Python dilində tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Edək. Okey. Ədədin bu alqoritmi bu video baxan bu vaxta kimi bilməliydiniz. Nə idi? Ədədin rəqəmlərin tərsindən düzülüşündən əmələ gələn ədədi tapmaq üçün. Yəni bu funksiya bizə ədədin rəqəmlərin tərsini verir. Bizdə də deyir ki, olmuş proqramın nəticəsində müəyyən edin. Hansı ədədin qısası palindromdur? Niyə görə? Deyir, özü ilə tərsi eyni olsun. Burada x böyük yox, balaca getməli idi. X böyük yox, balaca getməli idi. X yox, böyük yox, balaca, simvol xətası gedib. Yəqin redaktör xətasıdır. Ola bilər belə şeylər. Deməli, palindrom olanlar biri budur, biri budur, biri budur. Palindrom olanların sayıdır. Baxın, hər dəfə bir vayda artırır. 3 dənə palindrom gördük. Palindrom tərsindən və tərsindən oxunuşu özünə bərabər olan deməkdir. Cüzce effekti, yəni zerkalni deyə bilərik. Rus dilində buna mirror. Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edək. Ayırdım funksiyanı. For i in bu. Yəni i bunun içində bir gəzən bir şey olur. Bir dəfə olur 2. Deyir ki, göndərəsən, buradan 2-ni göndərsən bura nə olur? 2 vurulsun, 4 vurulsun 2 plus 1. Yəni bir dəfə 9, 2-yə görə 9 qayıtdı. Əgər 1 getsə içinə nə olar? 1 vurulsun 4 plus 1, 5 qayıtdı. 4 getsə içinə 17 qayıtdı. 5 getsə içinə 21 qayıtdı. 14 plus 17 neçə eləyir? 14 plus 17, 31 plus da 21 bu bizə verir 52 qiymətini. Yəni 23-cü sualda 52 qiyməti. For in nəsə, nəsənin içində olan elementləri i-nin bir-bir oxuması içindir. Python dilində tərtib olmuş proqram nəticəsini müəyyən edin. Edək. Funksiya, aha, burada bir yenə də yaxud ki, redaktör xətası görürük. Bu girintidə olmalıydı. Çünki qayda belədir ki, yəni ümumi girinti qaydasına görə funksiyanın bu belə olmalıydı. İndi F2 tapaq. F səbəb nədir? Ən içdəki mötərizə birinci baxılır. Burada elə bir mötərizənin sayı bir vaid artıqdır. Bir dənə olmamalıydı. Bu səbəbdən dolayı F2 baxaq. Deməli belə F2 getdi bunun içinə. F2 nə verir? Bir dənə 2 plus 2. 2 1. Okey. 2 1 getdi bunun içinə. Birinci dəfə gedəndə nə baş verir? Y vurur 2-yə üstünə 2 gəlir. Bu edəcək bizə. Yəni 2 1 gedəndə birinci dəfə. 4. Okey. Bu da 2 plus 4. Bu bizə verəcək 6. 6. Bura bizə verəcək 6. Y-də 4 olub. 4 plus 6 burada bizə verəcək 10. Yəni bunun yerinə 10 yaza bilərəm. İkinci dəfə isə bu funksiyanın da yerinə nə gedəcək? 2, 10 qiymətləri gedəcək. Onu vuracaq 2-yə plus 2. Belə edəcək 22. 22 plus 2, 24. 24 plus 22 bizə verəcək 46. Yəni, yekunda bu funksiya bizə 46 qiymətini qaytarmış olacaq. Davam edək. Daha sonra davam edək. 25-ci sual. Python'da tərtib olunmuş proqramın nəticəsini müəyyən edin. Aha, bu rekursiv bir funksiyadır. Avtomatik görünür. Hər indiki funksiyanın f-in, belə deyək, f-in bərabərdir. N vurulsun f n-1. Ta ki bura kimi. Yəni, nə demək istəyirik buna?
Yəni n faktorial bərabərdir n vurulsa n minus 1 faktorial gördüyünüz kimi rekursiv faktorialdır. 2-dən kiçik olanda isə n avtomatik 1 olur. Bu da onu göstərir. 6 faktorialı tapıb verəcək bizə. 6 faktorialda 720 qiymətini alır. Yəni 25-ci sualda 720 doğru cavabdır. Sonra deməli belə Pythonda nə yazmış? Uy, proqramın nəticəsini müəyyən edin. Edək. F3 bir tapıb qoyacağım. Mən istəkim elə 1, 2, 3, 4 mötərizə. Okey. 1 mötərizə, 2 mötərizə, 3 mötərizə, 4 mötərizə. 1, 2, 3, 4. Bu artıqdır görünür. Okey. Deyir ki F3. Bu şərt ödəndə üstünə 4 gəlir. Ödəməyəndə belə. F3 nə olacaq? F3 olacaq bizdə 7. Yox, ödəmir 9. F3 9. F9 bu şərti ödəyir deyə üstünə 4 gələcəm. Yəni bu bizə verəcək F9 ötürəcək səhvləmək inşallah. Aha, F9 bizə verəcək artıq nə? Bu şərt ödənəcək deyə 13. F13 bizə verəcək. F13 bizə verəcək. Bu şərt ödənir deyə 17. Print 17 cavab 17. 27-ci soru ixtiyari natural ədədinə görə ad proqramlarla bağlı uyğunluğu müəyyən edin. Deməli belə. Burada yenə biraz girinti çolutluğu görürük. Redaktördadır. Bunlar defin altında, yəni buradan olmalıydı bütöv. Eynən bunda da bunlar defin altında olmalıydı. Bütöv təqribi burada. Eyni hizada. Nedir bu? Deyir ki, C ədədin içində rəqəm qaldığı müddətcə rəqəm tulla. Deməli, neçə dəfə rəqəm atacaqsa, o tərəfə kəsəcəksə, o qədər. Bu onda ədədin rəqəmlərinin sayı olur. Rəqəmlər bütün rəqəmlərin eyni olur. Rəqəmlərin cəmi edir. Rəqəmlərin sayını geri qaytarır. 1-də olacaq D, bu səbəbdən də olar. 2-də nədir? Deyir ki, nə qədər ki ədədin yenə rəqəmi var. Yəni ədəd hələ sıfır vəziyyətinə düşməyib. Ədədin cari vəziyyətdəki sonuncu rəqəmini cəmə əlavə et. Daha sonrası həmin rəqəmdən can qurtar. Bu da ədədin rəqəmlərinin cəmi olacaq ki, bu da C olacaq. Davam edək. Elementlər klaviaturadan daxil olunmuş E siyahısının 3 rəqəmli olan sadə ədədlərinin cəmini çap edən proqram Python dilində yazın. Keçdik bura. Deyir ki, çalışacağım hərəsini bir cür yazım, ən lazım. Elementləri klaviaturadan daxil edilən sözü düşsə sizə qəbulda, siz nə etməlisiniz? Əziz bu videoyu izləyənlər, abituriyentlər və yaxud həmin abituriyentlərə dərs deyən müəllimlər abituriyentləri istiqamətləndirmək üçün. Əgər deyirsə ki, elementləri klaviaturadan daxil olmur, onda bu işi görməlisiniz. Ə, Yaxşı olar ki, daha doğrusu bu işi görəsiniz. Cümləmi dəyişirəm. Hardan bilirəm? Yəqin ki, bəzi yoldaşlar kimliyimdən xəbərdardırlar. Ən azı bu videonu izləyənlər. Deməli, n dəfə E siyahısına natural ədəd daxilləyəcəm. Klaviaturadan daxilmiş E-sinin 3 rəqəmli olan sadə ədədlərinin cəmini. Aha, sadə ədədlərinin cəmini deyir. 3 rəqəmli olan sadə ədədlər. Deməli, bir dənə funksiya yaradacağım. Sadəliyə çox müraciət olunur. Adı sadədir mi funksiyası olacaq. Ədədin sadəliyini yoxlayan funksiya ən rahat şəkildə belədir. Yəni 50 cür yazım olar. Kökaltısına kimi gəzmək, nə bilim, yarısına kimi gəzmək, özünə kimi gəzmək, sayı ilə, böləni ilə, yəni daha doğrusu bölənlərinin var olub olmamağı, bölənlərinin hansı aralıqda neçə dənə olub olmamağı, yəni 50 cür yazma olar. Return false kimsə deməsin ki, burada false yazmaq olmaz. Abituriyent proqramında bildirilməsə belə yazmağınız da sıxıntı yoxdur. Bu arada bunu deyim. Bölənin ola biləcəyi aralıq sadə təyinatçısı ən rahatı kökaltısıdır. Çünki tip xətası edə bilərsiniz. Ona görə nə edirəm? Deyirəm ki, yarısına kimi yarısı daxil. Əgər ki bu x ədədini bölən hər hansısa bir bölən olsa, bu böləni ola biləcək aralığıdır. Çünki niyə? Sadə ədəd nə deyilir? Sadə ədəd birdən və özündən başqa böləni olmayan, yəni yalnız birə və özünə bölünən. Mən də deyirəm ki, biri və özün çıxmaq şərti ilə bayaqları bu niyə yarısına kimi yarısına daxil olduğunu bir sualda izah elədim. 20-yə kimi gəldi, orada izah elədik. Bölən söhbəti hardaydı? Bu söhbət arxaya qayıdıb
baxa bilərsiniz. Bircə dəqiqə düdü burada. Və bu söhbətlə eynilik təşkil edir aşağı yuxarı. Geriyə qaytar nəyi? Geriyə qaytar false böləni olmamalıydı. Ə, Əgər bura kimi salamat gəlibsə, return true et. Okay. Sonra nə deyib? Rəqəm cəmi deyib, sadədlərin olan sadə ədədlərin cəmi siyahısının 3 rəqəmli olan sadə ədədlərin cəmi. Yox, rəqəm cəmi deməyib. Okay. Deməli, mən ən dəfə natural ədəd sayacağım. Sonra şərtində vurulasaydı ki, ə, elementləri klaviaturadan daxil olunmuş n elementli n dənə n elementli natural ədədlərdən ədədlərdən ibarət el siyahısı, yəni bu elementləri bu mükafatın daxil olunmuş. Burada yazılsaydı daha məqsədə uyğun olardı, daha yaxşı görsənərdi sual deyə düşünürəm. Deməli, ədədin daxilini özüm qəsdən ayrı-ayrılıqda yazıram hər dəfə. Elə append edəcəm, yəni əlavə edəcəm nəyi anı, okey. Bu dursun burada. Kimsə deyər, "Məndə buna ehtiyac yox idi, birbaşa edərdik." Mən sizin qəbul imtahanında tam bal almağınıza doğru köklənən ə, ifadələrdən vurğulayıram. Deməli, nə deyir? Cəm deyib, cəmin ilkin qiyməti 0, for, x in L. Əgər ki, sadə dirimini çağırıb, içinə x-i göndərsəm, bu x nə olacaq? Elin içindəki bir ədədlər. Bu mənə geriyə true qaytarsa, yazmaya da bilərdim. Default zaten true olan yoxlayır, amma mən yazıram. Bu məqsədini anlayaq. C-mə əlavə edəcəkdim x-i və print edəcəkdim c-ni. İcra edək, görək. Tutaq ki, 5 elementli bir dənə 5 elementli bir dənə yazar. 123 olsun, 37 olsun, 13 olsun. Okey. 101 olsun. Bir dənə də 147 olsun. Cavab 151 çıxdı. Gəlin baxaq niyə? Çünki biz sualın şərtində bir şey diqqətləmədik. Vurğulayıram, diqqətli olaq. Nə deyim? Bunların içində sadələrdən biri görsənir ki, 37-dir, biri 13-dür, biri 101-dir. Amma sualın şərtində bizə nə demişdi? Siyasət 3 rəqəmli olan sadə elementlərini. Ona görə mən bu şərti yoxlamaqla yetməli deyildim. Deməli idim ki, bu true'dursa və eyni zamanda len asterix daha 3-ə bərabərdirsə, niyə? Niyə? Len uzunluğunu bilmək. Niyə? STR çünki len error verməsin deyə. Çünki len içinə iterable alınmalıdır. Ədəd iterable deyil. Errorla qarşılaşardıq. İndi isə eyni bir şey verəcəm. Yalnız 103, 101 qiymətini görmüş olacağım. Davam edək. Növbəti sual 29-cu sualda diqqətli olaq. Klaviatura daxil edilmiş istətlə təkrarlanmayan simvolların sayını geri qaytaran proqram. Okey. Çox rahat edə bilərik bunu. Klaviaturadan daxil edilmiş sətirdə proqram deyib, düzdürmü? TXT input. Proqram edib funksiya idi, diqqətlənmədik ona. Proqram. Deyirəm ki, indi baxın. Sayın edəcəm. Sayın ilkin qiyməti 0 olsun. Unikal, yəni təkrarlamayan, içində bir dənə olsun ona. For x in t, yəni t-nin içində hər bir simvolu görəcəm. Əgər həmin simvoldan t-nin içində yalnız bir dənədirsə həmin simvoldan, deməli bu sətrin içində unikaldır. Sayı 1 byte artıracam və geriyə print edəcəm. Nə? Nə edəcəm? Neçəm? Print edəcəm. Bəzəmirəm. Bəzəməklə də işim yoxdur. Yazıram ki, anar. Uzağa getmirəm. 2 dənə belə simvol var. Bəli, n və r. Uzağa getmirik. İstəsək hətta burada həmçinin nəinki bunu, həmçinin print verərdim. Daha rahat görərdim. Misal üçün print x deyərdim. İcra edərdim. Anar Rəşidov deyək. Rəşidov. Okey. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Həqiqətən də 9.
belə görərdik. Yəni bu saytı sizə izah üçün idi burası. Növbəti sual 30. 16-lıq say sistemində verilmiş ədədi ikili say sisteminə çevirən proqramlar. Hə, deməli, yəqin ki, başqa-başqa videolarda başqa cür izahları görmüsünüz deyə mən yormayacağam. İstəyir lap tutaq ki, deyirəm, özümdən bir dənə funksiya yaradacağam, biraz maraqlı olsun. Ə, nə edəcəm? 16'lık birbaşa bir sətirdə yazacağım. Print 16'lık say sistemində verilmiş ə, ədəd sətir tipində olmalıdır. Input 16. Bunu isə binary'nin içinə atacağım və ilk iki simvolu hariç diyeceğim ve biraz yine de hokka düzü verdik. Yine 16'lık say sisteminde misal üçün 4-4 olan C necədir? Bir necə xətamız yoxdur ki? Yox. Okey. Düzdür. İndi gəlin bunu aydınlaşdıraq ki, bu niyə belə oldu? Bu input'u götürdüm mən. Bir dənə S-ə attım. S burada. Baxın, indi dənə-dənə yazıram. Daha sonra int S16 16'lık say sistemindən deməli onluq say sisteminə 16'lık say sistemində təsviri S olan ədədi onluq say sistemində təsvir etdirmək üçün istifadə elədim. Qaldı ki, bu binary'yə bunu da bir dənə K-da atacağım. K-ya atacağım. T'nin binary'yə çevrilmiş formasını çıxışa verəcəm. İndi belə yenə 4-4 yormuram və yaxud kimsə deyər, ay Allah, error falan deyir, heç nə, F, bu da sizin üçün A. Daha sonra bu niyə var, bunu da göstərim. Çünki əslində mən həmişə vurğulayıram ki, digər say sistemlərindəki ədədlər sətir tipindədir deməyəndə bunun bir neçə səbəbi var. Bunlardan da biri odur ki, ilk iki simvol say sisteminin əsasını göstərir, 0 və binary. Hə, ondan can qurtarmaq, yəni hər hansısa bir orada rəqəmlərin nəyinsə sayını tapatsansa, ona görə burada belə etməyin məqsədə uyğundur. Ümidvaram ki, son sualdakı bu cür biraz hoqqa çıxartmağımız sizə xoş oldu. Fikirlərinizi kommentlərdə bildirməyi unutmayın. Paylaşın, daha çox insan həqiqi biliklərlə tanış olsun, daha da dərinləşsin və bizim biliklərimizi digər yoldaşlara bölüşməyimizə dəstəkçi olun. Kanalı izləməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə dək.